Bu videomuzda nəzəri deyil, daha çox praktiki tapşırıqlar üzərindən praktiki biliklər əldə edəcəksiniz. Videoya axıra qədər baxsaz, real bir datasetin, real iş mühitində nə cür Jupyter Notebook-a gətiriləcəyini və bu datasetlə ilkin tanışlıq qurmaq üçün hansı funksiyaları istifadə edəcəyimizi öyrənəcəksiniz. Datasetlər müxtəlif formatlarda olan, tərkibində məlumatlar olan fayllardır. Biz bugün bu formatlardan CSV formatında olan bir dataseti istifadə edəcəyik və dataseti biz müxtəlif yerlərdən gətirə bilərik. Bu ola bilər bizim kompüterimizin daxili yaddaşında ola bilər və hər hansı bir veb saytdan gətirə bilərik, serverdən, buluddan və s. Biz bugün CSV faylımıza gətirəcəyik veb saytdan. Başlayaq tapşırıq 1-dən. Tapşırıq 1-də bizdən Pandas və NumPy kitabxanalarını çağırmamızı istəyir. Import Pandas deyərək biz Pandas kitabxanasını çağırırıq. As PD deyərək onu PD adlandırırıq. Import NumPy deyərək NumPy kitabxanasını çağırırıq. As NIP deyərək onu növbəti sətirlərdə NIP olaraq çağıracağımızı qeyd edirik. Tapşırıq 2-də dataseti df adlı Pandas data frame-nə yükləməyimizi istəyir. Biz demişdik ki, datasetimiz CSV formatındadır və hər hansı bir veb saytdan gətiririk. Veb saytın, yəni datasetimizin yolunu burada biz qeyd edirik bir dəyişkənin yaddaşına və daha sonra biz bu dəyişkəndən istifadə edərək, bu yoldan istifadə edərək datasetimizi tapıb gətiririk. Bunun üçün biz istifadə edirik Pandasın read CSV funksiyasından. Read CSV funksiyasının tərkibinə biz daxil edirik datasetimizin yolunu və bizdə belə bir problem var ki, bizim bu datasetimiz başlıqları olmayan bir datasetdir. Yəni, sütunların başlığı yoxdur, birbaşa datalardan başlayır. Biz də bunu Pandasa deməliyik və bu başlıqları rəqəmlərlə əvəz etməliyik ki, qarışıqlıq olmasın. Header-nan dediyimizdə biz başlıqların olmadığını Pandasa deyirik və o ona görə bir tədbir görür. Və gətirdiyimiz bu dataseti df data frame-nə daxil edirik. Deməli, gördüyümüz kimi datasetimiz bu şəkildə də ilk 5 sətri. Sütun başlıqlarımız olmadığı üçün biz bunları Pandasa olmadığını qeyd etdiyimizdə Pandas avtomatik olaraq sütunları rəqəmlərlə sıralayır. Yəni, başlıqlara rəqəmlər verir sırasıyla. Tapşırıq 3-də isə bizdən data frame-ə başlıqlar əlavə etməyimizi istəyir. Elə bizim sütunları rəqəmlərlə əvəz etməyimizin əsas məqsədi tapşırıq 3-də bizdən istənilən başlıqları adlandırmağımızı edə bilməyimizdir. Biz header node deyib başlıqları ilk öncə rəqəmlərlə əvəz edirik və daha sonra bu rəqəmləri sütun adlarından əvəz edirik. Deməli, bunun üçün biz header deyə bir dəyişkən açırıq. List formatında bu adları qeyd edirik. Bir listin daxilində. Bizim başlıqların adlarından ibarət listimiz budur. Bir list yaratdıq və bu listin tərkibində yeni adlandıracağımız başlıqların adları oldu. Yəni, df-dəki sütunların başlıqlarını header-dakı başlıqlara bərabər etdik. Və Pandas onu başa düşdü, bizim başlıqlarımızı dəyişdi. İndi yoxlayaq. Biz yoxlayanda görürük ki, sütun başlıqlarımız bizim yazdığımız sırayla eyni şəkildə istədiyimiz kimi əvəz olunub. Keçək tapşırıq 4-də. Tapşırıq 4-də bizdən datasetimizin tərkibində sual işarələri var və bu işarələri boşluqlarla əvəz etməyimizi istəyir. Fikirləşə bilərsiniz ki, bunun mənası nədir? Sual işarəsi var, biz onu sual işarəsini boşluqlarla əvəz edəyik. Bizim datasetimizdə tutaq ki, rəqəmlərdən ibarət bir sütunumuz var, çəki sütunu olsun. Və çəki sütununun tərkibində bir dənə sual işarəsi olanda avtomatik data tipini dəyişir bu sual işarəsi. Yəni, çəki sütununun data tipi float olacaqdırsa,
sual işarəsinə görə obyekt olmuş olur və gələcəkdə biz bu data tipinə uyğun funksiyaları istifadə edə bilməyəcəyik. Yəni numerik data tipinə uyğun olan funksiyalardan istifadə edə bilməyəcəyik. Biz sual işarəsini boşluqlarla əvəz edəcəyik. Sonra bunun data tipini asanlıqla dəyişə bilərik uyğun olan data tipə. Əvəz etmək üçün replace-dən istifadə edirik. İlk öncə dəyişəcəyimiz dəyəri qeyd edirik. Sual işarəsini dəyişəcəyik. Nə ilə dəyişəcəyimiz isə MP none ilə dəyişəcəyik. In place true dediyimizdə elə df datasetinin üzərində dəyişəcəyimizi qeyd edirik. Və bizim sual işarələrimiz dəyişdi. Tapşırıq 5-də bizdən data frame sütunlarının data tiplərini çap etməyimizi istəyir. İndi biz burada görəcəyik sual işarəsinin bizdə yaratdığı problemləri. Görəcəyik ki, bizim hər bir sütunumuz hansı data tipindədir. Deməli, biz burada baxırıq. Manufacturer onsuz da yazı data tipindədir. Yəni, obyekt olmağı normaldır. Kateqoriya rəqəmdir və rəqəm olmağı normaldır. Hər şey normal gəlir. Burada biz baxırıq. Screen size, yəni ekranın ölçüsü. Ekranın ölçüsü obyekt ola bilməz. Yəni, burada böyük ehtimal sual işarəsi var imiş və sual işarəsi bu sütunumuzun data tipinin obyekt olmasını edib, yəni obyekt edib. Deməli, biz burada baxırıq, bir dənə bizdə screen size-də səhv olan və çəki. Burada çəki obyektdir, çəki də obyekt ola bilməz, float olmalıdır. Screen size-də float olmalıdır, yəqin ki, baxaq. Screen size bəli float, çəki float. Başqa problemli bir şey görünmür. Hər şey normaldır. 6-cı tapşırıqda data tipləri səhv olan sütunların data tiplərini doğrusu ilə dəyişməyimizi istəyir. Data tipləri səhv olan 2 sütun gördük biz burada. Çəki və screen size, yəni ekran ölçüsü. Data tiplərini dəyişmək üçün biz as type-dan istifadə edəcəyik. Adımız screen size. Deməli, biz screen size-ı əvəz edirik float-la, çəkini əvəz edirik float-la. Gördüyümüz kimi çəki float oldu və ekran ölçüsü float oldu. Data tiplərimizin hamısını biz normallaşdırdıq və keçirik 7-ci tapşırığa. Və burada deyir ki, obyekt data tipləri də daxil olmaqla datanın statistik təsvirini çap edin. Describe deyə bir funksiya var Pandasda. Describe datanın daha çox statistiki təsvirini çap edir. Baxaq, nələri görə bilərik biz, hansı statistiki məlumatları Describe-da görə bilərik. Yəni, sadəcə df describe dediyimizdə bu cür bir çıxdı görəcəyik. Burada biz sadəcə obyekt olmayan, yəni numerik data tipində olan sütunların statistiki bəzi məlumatlarını görəcəyik. Count görəcəyik, yəni neçə dənə məlumat var, onu görəcəyik biz burada. Baxın, gördüyünüz kimi burada 238 sətr var hamısında. Screen size-da 234 dənədir. Nəyə görə? Çünki screen size-da sual işarələri var idi 4 dənə. Biz onları boşluqlarla əvəz etdik. Yəni, boşluqları bir dəyər olaraq saymır. Burada çəkidə də az olacaq. Çəkidə də 233 dənədir. Burada da eyni şəkildə sual işarəsi var idi. Biz onları boşluqlarla əvəz etdik. Elə ona görə də bunların data tipi fərqli idi. Ortalamanı göstərib hər bir sütundakı dəyərlərin ortalamasını. Standart sapmanı göstərib, standart division. Bu da ortalamadan hər bir dəyərin nə qədər uzaqlıqda olduğunu göstərir. Qısaca belə izah edeyim. Hər bir sütundakı minimum dəyəri göstərib. 25, 50, 75%-ni göstərib. Burada da maksimum dəyəri göstərib. Include all desək, belə bir çıxdı ilə qarşılaşacaq. Burada artıq obyekt data tipində olan sütunları da biz görəcəyik. Onlarla bağlı da hansı statistik məlumatlar əlavə olundu. Deməli, unique, yəni bənzərsiz dəyər sayı
burada görürük object kateqoriyasında. Nəyə görə bunlardan nam var? Çünki bunlar numerik data tipdə olduğu üçün bunlarda bu məlumat yoxdur. Yəni bu məlumat verilə bilmir. Ona görə nan görürsüz. 11 dənə bənzərsiz dəyər var, təkrarlanmayan dəyər var. Top, yəni bu bənzərsiz dəyərlərdən ən çox təkrar olunan dəyər del markasıdır. Yəni bizim datasetimizdə ən çox təkrarlanan, ən çox məlumatı olan del markasına aid notebooklardır. Frekans, yəni delin neçə dəfə təkrarlandığını göstərir. 71 dəfə təkrarlanıb del markamız. Yəni describe çox yaxşı məlumat ala biləcəyimiz bir funksiyadır. Daha sonra bizdə 8-ci tapşırıqda datanın ümumi xülasə məlumatlarını çap edin deyir. Info funksiyasından istifadə edəcəyik. Def info deyəndə bizdə bu məlumatlar çıxır. Hər bir sütunun tərkibindəki sətir sayı, yəni dəyər sayı və boş dəyər varmı, nul dəyər varmı, yəni boş xana varmı onu göstərir. Bizdə heç bir xanda boş xana yoxdur. Əgər MP-nanın boş xana olduğunu düşünürdünüzsə, MP-nan boş xana deyil. MP-nan NumPy-da belə bir funksiyadır ki, belə bir koddur ki, yəni o boş bir sətir yaratmır. Yəni həmin sətri doldurur, amma boşluqla doldurur. Daha sonra biz o MP-nanları ortalama ilə və yaxud da median ilə əvəz edə bilərik. Data type olaraq hansı sütun, hansı data tipindədir, onları da buradan görə bilərik. Data setimizin yaddaşını görə bilərik. Data tipləri olaraq float data tipində neçə sütunumuz var, int data tipində neçə sütunumuz var, bunları görə bilərik. Bugünkü videomuz bu qədər. Ümid edirəm ki, danışdığımız şeylərin hamısını net bir şəkildə başa düşdünüz. Əgər başa düşmədinizsə, sual verə bilərsiniz, problem deyil.